Anladım. Mən indi anladım. Madəm ki Allahım var, min bir adı. Demək, sevgi də Allahın ən dəyərli və ən mükəmməl varlığıdır. Madəm ki sevgi, şövq, sevinç, həyat, qəm, kədər, nifrət və ayrılıq kimi xüsusiyyətlərə malikdir. Mən indi anladım Allahın böyüklüyünü. Madəm ki, qisas və qəddarlıq bəzən şövq və qoçaqlıqdır. Mən anladım ki, xeyir və şər ayrılmaz bir varlıqdır. Allah və bəşər kimi. Anladım ki, yoxdur Allah, Allahdan başqa. Allah varlığının nümunələri isbatı kimi bir ifadəsidir. Madəm ki, Allahdır haqq, Allahdır höccət, qəyyum, Allahdır hikmət sahibi, madəm ki, Allahın adı səbirdir. Bəlkə də bu yanlış bir düşüncə, sadəcə Allahın kainatı üzərində məntiq və gerçəklik, həyat deyilmi, yaşam deyilmi? Nəticələr əsasında hər qüdrət bir hakimiyyət, hər qüdrət bir hakimiyyət.